Salam əziz müəllimlər. Bu günlər sizlə 24 iyun tarixində olan sertifikasiya imtahanı ilə bağlı danışacağıq. Tarix fənni ilə bağlı. Mən Dadaşov Tərlan, tarix fənni üzrə repetitor müəllim. Deməli, ilk öncə tarix suallarına toxunaq ki, tarix sualları ilə bağlı ciddi qüsur yoxdur. Ən əsası səhv suallara rast gəlinmir. Deməli, suallar gözlənildiyi kimi göstərilən çərçivə sənədinə uyğun idi. Səviyyələr gözlənilmişdi. Yəni hər kəsin yazacağı tipdən suallar, yəni ən azından var idi. Biz bunu daha çox harda da müşahidə edirik. Müəllimlərin ixtisası nisbətən yüksək yazıb, kurikulumda nəticələrinin çox zəif olmasında görürük ki, tarix müəllimlərinin özünün hazırlıq səviyyəsi də yüksək olduğuna görə, yəni ixtisaslarını adətən yaxşı yazıblar və böyük bir hissəsi keçid balında keçməyi bacarıb, bir hissəsi də 51 bal ümumilikdə keçməyi bacarıbdır. Bizim tarix sualları ilə bağlı, yəni qeydlərimiz budur ki, həmin ekspertlərə də öz təşəkkürümüzü bildiririk ki, yaxşı tərtib eləmişdilər. Yəni pisi deyəndə yaxşını da demək lazımdır. Keçək kurikulum suallarına. Tarix müəllimləri daha çox narahat idi ki, tarix suallarından, yəni burada hər hansı bir səhv ola bilər, qüsur ola bilər, çərçivədən kənar bir şey ola bilər. Çünki siz bilirsiniz ki, tarixin materialı çox böyükdür və müzakirəyə açıq bir fəndir. Bundan qorxurdular, amma bu baş vermədi. Tarix sualları demək olar ki, konkret qoyulmuşdu və cavablar da haradaysa yaxın cavablar olsa da, yəni konkretlik var idi. Kurikulum suallarında isə biz bunu müşahidə etmədik. 50 tarix sualında bu cür normallığın olması, 10 dənə kurikulum sualının isə bu cür anormal olması, yəni müəllimlərdə sual işarəsi yaratdı ki, necə olur ki, mən ixtisasımdan 50 dənə suala cavab verirəm, amma bir dənə kurikulum sualına cavab verə bilmirəm. Necə olur ki, mən ixtisasımdan 48 dənə suala cavab verirəm, amma mən kurikulumdan 3 dənə suala cavab verirəm. Müəllimlərin böyük bir hissəsi kurikulum fənnindən hazırlığa gedirdi. Bu və ya digər müəllimin yanına, bu və ya digər vəsaitlə hazırlaşırdı imtahana. Amma biz nə görürük? Hazırlığa gedənlər də, hazırlığa getməyənlər də eyni nəticəni yığıb. Yəni aşağı-yuxarı tarix müəllimlərinin böyük bir hissəsi, deməli, kurikulum fənnindən 3 və ya 4 suala cavab verməyi bacarıbdı. 10 dənə sualdan 3 və ya 4-nə cavab verməyi bacarıbdı. Burada deməli, imtahanın qiymətləndirmə prinsipləri pozulubdur. Yəni, necə ola bilər ki, 10 dənə sualdan bilən insan da bu qədərini düz yazır, bilməyən insan da bu qədərini düz yaza bilir. Yəni, siz belə çıxır ki, burada atmağı, yəni variant atmağı təşviq edirsiniz də ki, müəllim artıq cavabı çıxarda bilmirsə, atsın. Hətta atsa, hazırlaşandan daha çox nəticə toplaya bilər. Məsələn, hazırlaşan 3 dənəsini bilib yazırsa, atan 10 dənəsini atıb 5 dənəsini çıxarda bilər. Yəni, bu nə cür bir yanaşmadır? İlk öncə bunu qeyd eləyək. Suallarda səhvlik varmı? Təbii ki, Məhsul Dövlət Qurumu, Azərbaycan Respublikası Təhsil İnstitutu özünün mənbələri var, bizə açıqlanmayan mənbələri var. Həmin mənbələr əsasında da sualların düz olduğunu, belə deyək ki, təsdiq edəcəklər. Yəni, heç bir halda səhv olduğunu qəbul etməyəcəklər. Bu məlum məsələdir. Çünki hamı bilir ki, keçən ildən tarix fənni ilə bağlı onların məhkəmə prosesləri hələ də davam edir və konkret səhv olan faktları hələ də inkar eləməyə davam edirlər. Məhkəmə prosesi yekunlaşmayıbdır. Kurikulum sualları isə bilirlər ki, tarix kimi deyil, burada konkret bir mənbə yoxdur, istinad nöqtəsi yoxdur. Sən buradakı cavabı 5 dənə variantın 5-nin də arasında fırlaya bilərsən. Cavabı D göstərərsən, cəmaət B yazar, B göstərərsən, cavabı D yazarlar. Yəni, bir oyun qurublar, bilinmir, biznesdir, oyundur, nədirsə bu qurulubdur. İllərdir, 10 ilə yaxındır tələb olunur ki, Nazirlik kurikuluma aid bir vahid vəsait deməli, tətbiq etsin, onu müəllimlərə versin, o müəllimlərin əlaltı kitabına çevrilsin və onun əsasında hazırlaşsınlar. Yəni,
O kitabı tarix müəllimlərində ümumiyyətlə həmişə yadınızda saxlayın ki, əzbərçilik bacarığı çox yüksəkdir. Yəni o qədər çox materialı yadında saxlayan insan kurikulumu da vahid qaydaları olsa mütləq qaydada yadında saxlayacaq. Yəni əzbərçiliyin də tarix fənnində də o kim deyir, əzbərçilikdən qaçmalısan, yaradıcı olmalısan, nə bilim belə olmalısan. Xeyr, o elə deyil. Sən baş vermiş hadisələrin faktoloji biliklərini bilmədən nə yaradıcı ola bilirsən, nə də onun haqqında fikir yeridə bilmirsən. Kim o deyirsə ki, faktoloji olmamalısan, qaçmalısan, indi bu dəqiqə kitablarda illəri zadı ixtisar eləyirlər, güya indi yaradıcılığı, konseptual düşünməni təşviq eləyirlər. Elə deyil. Yenə də faktoloji biliyi bilmədən onları eləyə bilmirsən. Ona görə mən əzbərçilik deyirəm ki, tarix müəllimlərində əzbərçilik güclüdür və onu da yadında saxlayarlar. Vahid kitab yoxdur, istədikləri kimi məsələni öz xeyirlərinə dəyişirlər. Səhv də olsa deyirlər düzdür, düz də olsa elə düzdür, qurtardı. Digər məsələ situativ cavablar məsələsi. Deməli, bunlar kurikulumdan situasiyalar salırlar. Mənim sahəm deyil, zaten kurikulum üzrə mütəxəssislər buna fikir bildirməyə başlayıblar artıq. Mən ümumi prosesə fikir bildirmək istəyirəm ki, məsələyə başqa prizmadan baxaq. Situativ suallar hazırlayırlar, amma o situativ sualların cavabı situativ deyil. Biz Dövlət İmtahan Mərkəzində bu cür halları görmüşük də. Yəni, onlar da imtahan təşkil edirlər və situasiya tapşırıqları hazırlayırlar. Situasiya tapşırıqlarının cavabı açıq olur və şagird orada özünün situativ düşüncəsini yazır. Bəzən faktoloji biliyi də yaza bilər sualın tələbinə görə. Bəzən də özünün situativ yaradıcı, belə deyək də, ağlına gələni yəni yaza bilər. Məcazi mənada belə vurğulasaq ki, özü nə düşünürsə onu yaza bilər. Bunlar situasiya tapşırıqlarını verirlər və kurikulumu bir çərçivəyə sığdırmağa çalışırlar. Yəni düşünürlər ki, bu boyda orada oturan mütəxəssis, ekspert və alim heyəti bunu düşünür ki, kurikulumun bir çərçivəsi var və sən bunu qapalı bir sualda, bir variantlar əsasında çərçivəyə sığdıra bilərsən və sən bundan sual hazırlaya bilərsən. Elə deyil axı. İndi bunların qoyduğu situasiyaya baxaq. Yəni, ən məşhur situasiya bu olduğuna görə mən deyim, əcnəbi şagirdin sinifə gəlməsi. Tutaq ki, sinifdə 19 dənə Azərbaycanlı şagird var, bir dənə Rus şagird sinifə yeni gəlir, yəni Rusiyadan gəlibdir, Azərbaycanda yaşamaq məcburiyyətindədir və Azərbaycanlıların olduğu bir sinifdədir. Belə bir situasiya qurulubdur. Fərz eləyək ki, Rus bölməsidir deyək, situasiya mən tam bilmirəm. Və sualda deyir ki, müəllim necə etməlidir ki, bu şagirdi məktəbə, digər müəllimlərə, şagirdlərə adaptasiya etsin. Sualın da cavabında götürülüb ki, müəllim həmin şagirdi əlindən tutub gəzdirməlidir. Bəli, bu ən məşhur müəllimlərin yadında qalan suallardan biri idi. Və sualların cavablarından digərində deyilirdi ki, müəllim mədəniyyətlərlə bağlı layihələr keçirtməlidir ki, şagirdlərlə həmin o gələn şagirdin belə deyək də, bir-birinə inteqrasiyasını təmin edə bilsin, onu o mühitə adaptasiya edə bilsin. Yəni, bu şagirdlər onun mədəniyyətini, o şagird də bunların mədəniyyətini öyrənsə, o zaman inteqrasiya prosesi uğurla baş tutacaq. Variantlardan birində budur. Digər variantda deyir ki, müəllim şagirdi əlindən tutub məktəbi gəzdirməlidir. Müəllimlərin çox böyük bir hissəsi təbii olaraq layihə əsaslı cavabı götürüb. Çünki yəni, insan öz məntiqi ilə də, artıq siz də bu videonu izləyirsinizsə, düzgün olan yanaşma budur. Nazirliyin yanaşdığı prizmadan baxaq. Deyir ki, əlindən tutub gəzdirməlidir. İndi fərz eləyək ki, bu situativ daxı, mən yaradıcı düşünürəm. Özləri demir, yaradıcı düşünür, yaradıcı düşünək. Gələn şagird 11-ci sinif şagirdidir, 17 yaşı var. Dərs keçən müəllimin də universiteti təzə qutarıb, 1-ci ilindən qəbul olubdur, 21 yaşı var. Gənc bir qadın müəllim, gələn də oğlan tələbədir. İndi mən bunu öz mentalitetimizə, Azərbaycanın adət-ənənəsinə uyğunlaşdıraraq sizə izah edirəm. Bu situasiya tapşırığını. Güya bu sualın cavabına əsasən bizim həmin o dərsdə olan müəllimimiz bu böyük oğlanın əlindən tutub sinifləri bir-bir gəzdirməlidir, məktəbi gəzdirməlidir, onu uşaqlarla, müəllimlərlə, şagirdlərlə tanış eləməlidir. Bax, bu necə situasiya cavabıdır? Bu nə məntiqsizlikdir belə? Ola bilər belə bir şey.
Müəllim o qədərmi boşdur ki, hansısa bir uşağın əlindən tutub məktəbə gəzdirsin? Bu normal praktikada, təcrübədə ümumiyyətlə belə bir şey var, müəllimin uşağın əlindən tutub gəzdirmək məsələsi. Müəllimin aşağı siniflərdə mən praktikada bilirəm ki, var. Bəzən uşaqların ayaq yoluna getməsinə kömək eləyir. Yəni bu praktikada olan bir şeydir. Amma hansı praktikada, hansı təcrübədə müəllim əlindən uşağı tutub məktəb gəzdirir? Bax, bu suallardan biri idi sadəcə. Çox uzatmayacağım videonu. Bunun inteqrasiya olan hissəsi də var, nizami ilə bağlı olan təqvim hesablaması sualı da var ki, bunların da cavabı qeyri-müəyyəndir və özlərinə sərf edən cavabı götürüblər. Bu tarix fənnini ümumiyyətlə bir də axıra saxlanmaq məsələsi var idi ki, maaş artımları siz bilirsiniz ki, yəni təsir eləmirdi də. Yəni inflyasiyanı nəzərə alırlar, cüzi artımlar eləyirlər, amma əsaslı artım olmayıbdı heç vaxt. Və bu sertifikasiya prosesi maaşların əsaslı artımı demək idi ki, yəni həqiqi real artımdan söhbət gedir də. Bir var dövlətin artırdığı kiçik məbləğlər inflyasiyanı qarşılamaq üçün ki, onların maaşının dəyəri çox ölməsin, yəni pul qüvvədə qalsın deyənə. Bir də var real artım, maaşın həqiqətən artması. Bu proses olmayıbdı və müəllimlər neçə illərdir gözləyir ki, bu sertifikasiya imtahanı olacaq. Onlar maaşın real artımını əldə edəcəklər. Bu prosesi də, gözlənilən ümidlər də bu imtahanla bir yerdə puç oldu, getdi. Müəllimlər yəni kəsilməkdən canlarını qurtardıqları üçün böyük bir hissəsi şükür elədilər ki, yaxşı ki, kəsilmədik. Başqa, axıra saxlanmağın özü belə tarix fənninə qarşı böyük ayrı-seçkilik oldu. İllərlə maaş artımından kənarda qaldılar. Sonda da bax bu cür bir vəziyyət yarandı. Təşkil etdikləri vebinarlara və sınaq imtahanlarına gələk. Keçən ilki baş verən tarix fənni ilə bağlı proseslərdən sonra sağ olsunlar ki, müəyyən şeyləri nəzərə aldılar. Yəni, tarix fənninin bir qaydası, qanunu yox idi. Ki, sual hardan salınmalıdır, necə sual salınmalıdır. Hətta bu söhbət cənab nazirə qədər getdi, çatdı. O belə çıxışında vurğuladı ki, biz tarix müəllimlərini tarix imtahanında nə ilə yoxlayırıq deyə bir açıqlaması var. Bunu tribunada səsləndirir. Deyir, biz onun bilik səviyyəsini ölçmək istəyirik, bacarığını ölçmək istəyirik. Yoxsa orada bir dənə sözü dəyişib fikirləşmək istəyirik ki, bu adamı bu sözü dəyişməklə tələyə sala bilərikmi, yoxsa yox. Yəni, biz özümüz nəyi ölçmək istəyirik? Bunu cənab nazirə qədər getdi, çatdı bu məsələ və prosesdə davam edir. Yəni, tarix fənni ilə bağlı hələ də bir o sular durulmayıbdır. Sınaq imtahanlarından danışırdıq. Sınaq imtahanları deməli, vebinarlar göstərildi. Fevral ayından başladılar, sağ olsunlar. Həm Hafiz müəllim, tarix fənnində Hafiz Cabbarov qaydaları elan elədi ki, əsl tarix imtahanı necə olmalıdır, tarix sualları necə olmalıdır, nümunələrlə, izahlarla, dəyərli tarix fənninin öndə gələn isimlərindən biridir özü də. Buradan yəni qarşısında da baş əyirik o insanın ki, bu fənnin aparıcı insanlarından biridir, eyni zamanda ədalətli bir şəxsdir. Onun yəni yol göstərməsindən sonra digər həmkarların da dəvət olunması ilə tarix fənninə nümunələr göstərilməyə başladı və bu zaman xoşagəlməz hallar da baş verirdi. Yəni müəllimlər bəzən yaxşı reaksiya göstərmirdilər onlara. Təbii ki, bu yəni müəllimlərin özünü müdafiə instinkti kimi dəyərləndirilə bilər ki, onlar yəni hər şeydən artıq insan qorxurdu. Ona görə bir-birinə qarşı da belə deyək də nifrət, aqressiya yaranmağa başlayırdı. Nəysə, vebinarlar yəni göstərildi, amma çox maraqlıdır ki, kurikulumdan dərslər olsa da mən dəfələrlə deyirdim ki, bizim özümüzdə sınaq imtahanı təşkil edirdik. O vebinarlara baxırdıq, sınaqlarımızı vebinarların suallarına uyğunlaşdırırdıq ki, yəni imtahana uyğun olsun. Amma biz öz kurikulum suallarımızı vebinarlara uyğunlaşdıra bilmirdik. Çünki bir dənə də olsun nümunə vermirdilər ki, tarix fənnində bu müəllimlər imtahana hazırlaşır. Bir dənə situasiya çıxaq göstərək ki, bu belə olacaq. Bunu gizlədirdilər. Bu da elə həm mənim, həm də digər müəllimlərin şübhə ilə yanaşmasına səbəb olurdu ki, niyə bunlar tarixdən dayanmadan webinar göstərirlər, test nümunəsi, dərs izahı verirlər. Amma kurikulumdan sadəcə dərsi izah edirlər, onunla da yekunlaşdırırlar. Bunun da yekun nəticəsində biz gördük ki, yəni bunların planı əsasən kurikulum üzərində imiş ki, bu fənni kölgədə saxlayıb, daha sonra isə imtahanda belə bir hal
yaşatmaq. 3 iyun sınaq imtahanı olmuşdu. Orada da nə tarix suallarında problem olmuşdu, nə kurikulum suallarında problem olmuşdu. Standartlara tam uyğun idi. Çox gözəl imtahan idi və belə deyək, müəllimlər kifayət qədər yüksək nəticələr əldə edib, hətta arxayınlaşmışdılar ki, artıq sertifikasiya imtahanı bu cür olacaq, amma bu cür olmadı. Yəni gözlənilenden çətin oldu sertifikasiya imtahanı. Kurikulum suallarına ümumiyyətlə çətin demirəm, çünki onların çətin sual odur ki, yazıb gəlib cavabına çatasan. Bir sualın ki, cavabına gəlib çata bilmirsənsə, o sual çətin deyil. O sual uğursuz sualdır. Yəni bunu testologiyada olan insanlar bilir ki, bir test doğru olsa belə, ona cavab vermə nisbəti çox-çox aşağıdırsa, o ümumiyyətlə uğursuz test hesab olunur. Başqa qeydlərə baxaq. Mən çox qeydlər eləmişəm. Vaxtımız çatdığı qədərini deyəcəm sizə. Demişdim ki, məsələnin sosial tərəfindən baxaq. Maaş artımı sosial-iqtisadi tərəfindən baxanda maaş tərəfini dedik. Bir də bu müəllimlərin imtahana hazırlıq prosesi var ki, lap başda yadınıza gəlirsə ki, hansı fənlərdən imtahan olacağını demirdilər. Yəni bölgü aparılmamışdı. Tarix fənnini ümumiyyətlə bilmirdilər ki, nə vaxt olacaq. Yəni müəllimlər də bir il hazırlaşırdı, sonra deyirdilər ki, olmayacaq, dayandırırdılar. Hazırlaşırdılar, deyirdilər olmayacaq, dayandırılacaq. Nəhayət son illərdə dedilər ki, 2026-cı ildə olacaq və hamı konkret olaraq fokuslandı bu imtahana hazırlaşmağa. Və hətta 2025-də də çox böyük bir kütlə hazırlaşırdı ki, düşünürdü 2025-də olacaq, amma son dəqiqədə tarix fənni olmadı. Siyahıda biz görmədik onu. Deməli, bu müəllimlər ilk növbədə şəxsi vəsait sərf edirlər bu imtahana. Tarix fənninə ayrı vəsait sərf edirlər, kurikulumla bağlı ayrı vəsait sərf edirlər. Hətta orada ekspert, özünə ekspert deyənlərdən biri də çıxıb demişdi ki, kim öz fənnindən hazırlığa gedirsə utanmalıdır, onlar utanmalı deyirlər. İnsan hər zaman özünün üzərində işləməlidir, istər kənardan dəstək götürərək, istər kənardan dəstək götürməyərək öz üzərində işləməlidir. Və öz sahəsində kim olmağından asılı olmayaraq daim bilikli, təcrübəli olmalıdır. Fərqi yoxdur, müəllimdir, mühəndisdir, yoxsa mühasibatçıdır. Sahəsinin ən yaxşısı olmalıdır. Bütün xırdalıqları bilməlidir. Nədən danışacağıq? Bu müəllimlər şəxsi vəsaitlərini sərf edirlər. Bunlar gənc insanlar deyirlər. Yəni çox böyük bir hissəsi gənc insan deyil. Düzdür, 60-65 yaş arası müəllimlər sertifikasiyadan azad olunub. Burada humanizm prinsipi qismən gözlənilibdir. Amma 55 ilə 60 yaş arasında bu humanizm prinsipi gözlənilməyibdir və həmin müəllimlərin yaş xüsusiyyətləri nəzərə alınmır. Tutaq ki, 25 yaşındakı gənc müəllimlə 55 yaşındakı insan eyni sertifikasiya imtahanını verir. MİQ imtahanında da biz bunu görürük ki, yenə universiteti qutaran gənc müəllim 22 yaşında gəlir, 48 yaşında illərin təcrübəli müəllimi ilə eyni MİQ imtahanını verir. Bax, ədalət prinsipləri, yaş prinsipləri gözlənilmir. Bu universiteti qutarıb təcrübəsizdir və işlə təmin olunmaq istəyir. Digəri isə repetitordur, illərin müəllimidir, işləmədiyi məktəb qalmayıbdır, istədiyi vaxt məktəbə daxil ola bilir, çıxa bilir, məktəbdə işləməyinə ümumiyyətlə ehtiyac yoxdur. Amma onlar eyni yerdə imtahan verirlər. Yəni, ədalət prinsipi, bərabərlik prinsipi hər iki tərəfdən pozulur, yaş senzi nəzərə alınmır. Bunların içində, bu müəllimlərin içində onkoloji xəstələr var, yataq xəstəsi olanlar, daha doğrusu yataq xəstəsinə baxanlar var, şəkəri olan, təzyiqi olan, şəhid ailəsi var bunların içində. Nə bilim, sosial cəhətdən o qədər həssas qruplar var ki, bu deməli imtahanı təşkil edən insanlar ya da bu təşkilinə göstəriş verən insanlar cəmiyyətin ümumi vəziyyətini nəzərə almayıblar imtahan təşkil edəndə. Ki, imtahan əgər keçirirəmsə dövlət səviyyəsində, bu bütün kütlələri əhatə edəcək bir imtahan olacaq və orada bütün səviyyələri mən nəzərə almalıyam. Orada gənc işləyən, miqdən gələn müəllimi də nəzərə almalıyam. Mən orada 55-60 yaş arası olan, tutaq ki, fərz edirəm, Tovuzun, Gədəbəyin, hansısa bir dağ kəndində müəllim işləyən bir insanı da mən nəzərə almalıyam orada. 59 yaşında bir qadını da mən nəzərə almalıyam ki, onun da haqqıdır o imtahanı uğurla keçmək və işləmək. Bax, bunu nəzərə almayıblar.
imtahan ümumi kütləyə xitab etmirdi. Baxmayaraq ki, mən videonun başlanğıcında tarix sualları yaxşıdır dedim, amma bu bütün kütlələri əhatə edəcək bir imtahan deyildi. Başqa qeydlər, bunu niyə belə eləyirlər? Yəni burada yalnız bir şey qalır ki, tarix müəllimlərinin sayının çox olması və maliyyə itkisinin qarşısını almaq. Yəni burada da qeyd etmək istəyirəm ki, tarix müəllimləri ümumiyyətlə Azərbaycanın ən böyük sərvətlərindən biri neftdirsə, dövlətin digər ən böyük sərvətlərindən biri ilk növbədə insan kapitalı olaraq deyirəm ki, gənclərdir. Və bizim mövzumuz müəllim olduğuna görə gənclər deyəndə, yəni uşaqlar, yeniyetmələr, dövlətin əsas gücü bunlardır da. Digər Azərbaycanın sərvətlərindən biri də onun müəllim heyətidir. Yəni ziyalı təbəqəsi. Dövlət özünün müəllimlərinə qarşı daha humanist olmalı. Onların maaşında, yəni bu kimi şeylər, hərəkətlərə hansısa bir dövlət qurumunun yol verərək bu kimi hərəkətlər edib, onların gələcəkdə olan maaş artımlarını əngəlləməsinə deməli yol verməməlidir. Çünki onlar bizim ziyalı təbəqəmizdir. Onlar Azərbaycanın dağlıq kəndlərində dərs deyən insanlardır. Təhsil onların çiyinləri üzərində hələ də ayaqda durur. Yəni onların qədri qiyməti bilinməlidir. Mən düşünmürəm ki, 6000 tarix müəlliminin maaşına əlavə etməklə bizim büdcəmizdə hər hansı bir problemlər yarana bilsin. Yəni bu qeyri-real bir şeydir də. Azərbaycan kimi güclü bir ölkənin büdcəsində bu elə də bir böyük rəqəm deyil. Ona görə də inşallah ki, həmin kurikulum sualları da müəllimlərin xeyrinə hesablanar. Gələcəkdə də bu cür neqativ halların qarşısı alınar. Kurikulum sualları daha ədalətli, daha düzgün şəkildə, eyni zamanda situativ olaraq təşkil olunar. Dinlədiyiniz üçün bura qədər təşəkkür edirəm. Uğurlar arzulayıram hər birinizə.